Evlərə verilən istilik enerjisinə sayğac qoşulacaq. Yeni sistem hazırlanır. Əhaliyə verilən istilik enerjisi mütləq şəkildə sayğacla ölçülməlidir. Bunu reporta müsahibəsində Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyətinin sədri İlham Mirzəyev bildirib. Onun sözlərinə görə bu həm şəffaflıq, həm də xərclərin optimallaşdırılması baxımından vacibdir. O qeyd edib ki, ilk mərhələdə qeyri-əhali abonentləri, yəni məktəblər, bağçalar, tibb müəssisələri və digər ictimai binalar üzrə sayğacların quraşdırılması nəzərdə tutulur. Əhali abonentləri üçünsə artıq pilot layihə həyata keçirilir. Yekun qiymətləndirmədən sonra yaşayış binalarında da mərhələli şəkildə sayğac quraşdırılması məsələsi gündəmə gətiriləcək. Sayğacların quraşdırılması əhali istehlakçıları üçün dövlət və Azəristilik Təchizatının hesabına, qeyri-əhali abonentləri üçünsə öz vəsaitləri hesabına həyata keçiriləcək.